Rəşad qardaşımız, gözəl yerim, gözəl qardaşımız, dəyərli müştərimiz. Qardaşa aparat vermişdik 5.5 kW-dan. Yandırmışdıq, motoru göndərdi bizə. İçində defekti var idi. Qardaşa bunlar da 5.5-da. Bu, yox, 4-dür, bunlar şeylə işıqlıdır. Voltmetrdir, bu 5.5, Powell 5.5 işıqsızdır. İnşallah mis sarkınyandır. Motoru götürdük, təzəsini verirəm. Müştərilərə nə demək istəyirsən? Sarxan ustanın işindən, keyfiyyətindən. Allah razı olsun. Narazılığın yoxdur ki? Aparışlar canlı oluyor. Motorunu götürdük, vazbata göndərdik. Bax, bir dəqiqə bağlama. Təzə ideal vəziyyətdə pakovkada motoru verirəm, aparış işlədir. Mən müştərilərə belə qulluq edirəm. İş budur, keyfiyyət budur. Yəni, sana baxsana bizim müştərə. Allah köməz olsun. Yəni, mən müştərilərə belə qulluq edirəm. Yəni, müştəridir, pul verib, 1200 man pul verib. Motorunda problem oldu, göndərdi mənə, götürdüm, pakovkasını verim. Yəni, müştərini belə saxlamaq lazımdır. Çox yerə sexlər deyirlər, ayından zamanət verirəm. Yəni, görürsə, hər an işi göz qabağında, şükürlər. Mən biləsi var eləsəm, kəlməm kəlmədir, sözümün ağasıyam. Nə sözümdən qaçanam, nə də işimdən qaçanam, müştərilər tanıyır. Rəşad, Allah xeyirci versin. Allah sizə də xeyirci versin, Allah canınıza dəyməsin. Aparın işlədin, qulluğunuzu kef eləyin. Olun, sağ olun.